Hər vaxtınız xeyirli olsun, hörmətli tamaşaçılar, dəyərli izləyicilər. Bugün oktyabr ayının 25-i, həftənin şənbə günüdür və son dəqiqə bir xəbərimiz var, onu nəzərinizə çatdırırıq. Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı və oğlu arasında əlbəyaxa dava olub. Bununla bağlı News 365 AS saytı məlumat yayıb. Məlumatda qeyd olunur ki, bugün Ana Vətən Partiyasının növbəti qurultayı keçirilib. Qurultayda Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı ilə sədrliyə namizəd olan oğlu Elçin Ağamalı arasında yaşanan qalmaqal əlbəyaxa dava həddinə qədər gəlib çatıb. Fəzail Ağamalı sədrliyə oğlunu deyil, deputat olan qızı Günay Ağamalını gətirmək istəyib və elə qurultayın işinə fasilə verərək üzvləri zaldan çıxarmaq istəyib. Bu zaman tərəflər arasında mübahisə daha da qızışıb və Elçin Ağamalı tərəfdarlarının sayının çoxluğu ilə Ana Vətən Partiyasının yeni sədri seçilib. Faktı Elçin Ağamalı da təsdiqləyib. Atamın mənimlə bacım arasında niyə fərq qoyduğunu hələ də anlamıram. Atam mənim 30 illik siyasi fəaliyyətimi yerə vurur. Amma buna baxmayaraq mən sədr seçiləndən sonra Günay Ağamalını özümə müavin təyin etməyi düşünürdüm deyə Elçin Ağamalı bildirib.